Bu gecə Qədr gecəsinə ehtimal olunan gecələrdən biridir. Üç gecənin üçü də istiğfar və dua gecəsidir. Amma bu üç gecə arasında bölgü aparsaq, 19-cu gecə ayrılır istiğfar üçün. İstiğfar nə deməkdir? Yəni, pislikləri, günahları etiraf edib, pisliklərdən qopmaq, ayrılmaq. Günahlardan qopmaq. İkinci Əhya gecəsində yaxşılıqlara diqqət eləmək. Yaxşılıqları, gözəllikləri görüb ona sahib olmağı arzulamaqdır. Pisliklərdən peşman olan insan yaxşılıqlara üst tutmalıdır və yaxşılıqlara qovuşmağın həsrətini yaşamalıdır, arzulamalıdır. Allahın bəzi qəmlərdən xoşu gəlir. Kədər yaxşı bir şey deyil, amma kədərin, qəmin bəzi növləri var ki, onlar bəyəniləndir. O qəm hansı qəmdir? Yaxşı olmaq həsrəti, yaxşılıqlara sahib olmaq həsrəti. İnsan ah çəkir ki, kaş belə ola bilərdim. Bu ahdan Allahın xoşu gəlir, bu qəmdən Allahın xoşu gəlir. Bu pozitiv qəmdir, belə demək mümkünsə. Acı qəm deyil, şirin qəmdir. İnsan həsrət çəkir ki, kaş yaxşı ola bilərdim. Kaş filan xüsusiyyətlərə sahib ola bilərdim. Ramazan ayının vida duası var, İmam Səccad əleyhissalam oxuyub. Vida duasında belə bir söz var. Əssalamu aleykə min şəhrin qərubət fihil amal. Yəni, salam olsun o aya ki, arzuları yaxınlaşdırır. Yəni, arzulara çatmaq şansı çoxalır bu ayda. İstəkləri yaxınlaşdırır adama. Arzulara çatmaq üçün ən münasib aydır. Arzular nə qədər əl çatmaz olsa da, bu ayda arzulara qovuşmaq asanlaşır. Dua nə deməkdir? Dua. İndi biz dua eləyəcəyik də, hamımız dua üçün toplaşmışıq. Dua arzunun dilə gətirilməsidir. Duanın mənası budur ki, dua arzunu ifadə eləməkdir. Buna deyirlər dua. Hər birimiz duadan qabaq, mən sizə müraciət edirəm, arzularımıza baxaq, səviyyəmizi müəyyən eləyək. Arzularımız səviyyəmizin güzgüsüdür. Kimsən, istəyirsən biləsənsə kimsən, mənə de görüm nə arzuluysan. Arzuların kimliyin göstəricisidir. Kimliyin arzuların qədərdir, istəklərin qədərdir.